yeriyənə uzaq dur. Neyinirsən? Buna 100 denəm. Xeyri var ki. Özüm deyil, özüm işləyim. Amma mən xət çəkirəm. Mədəni sünətdə yaxşı yol deyirəm. Mənim üçün bir dəfə olur. Harada getdim. Elə söz deməyin Məmmədov. Hər kəs özünə görə insandır. Ev uğrunda mübarizə aparırlar da. Bir var sağlam rəqabət aparasan, bir də var sağlam olmayan rəqabət. Məsələn. Neyse, gəldi dilim. Getdi. Neyse, deyəcəm. Biz müəllimgilin ev yarışı vardı, yəqin bildiniz də. Orada məsələn sağlam rəqabət yox idi. Ham bir-birinə quyu qazırdı, izləyicinin gözündən salmaq üçün. Bəlkə səhv deyirəm. Hənsin? İşin dediyimi? Ev yarışı var idi, biz ev yarışında iştirak edirdik. O ev yarışında sağlam rəqabət yox idi. Ham bir-birinə quyu qazırdı, izləyicinin gözündən salmaq üçün. Mənim ona ilk sözüm bu olardı. Sağlam rəqabət yox idi. Oğlum, uşağı saxlamağa gücü var. O mənə desə, belə mən onda deyərdim ki, birazca döz, bir-iki il işlə çal. Çünki ailəni vurmaq Ayrılıb. Kim ayrılıb? uşaqları dünyaya Sakit olmaq gözəllikdir. Mənə də quyu qazmaq istədilər də. Giy mesajlar yazırdılar. Allahın bəlasına gəlmişdir. Heç haqqımı halal eləmirəm. Mesaj yazanlara da, yazdıranlara da, o planlara, quranlara da. Bəziləri qurban olsun Zahir müəllimə. Zahir müəllimin dəyərli komandasına. Xahiş edib ki, belə bir ailə var, ona kömək edin. Özdə gecə saatları idi. Mən də ki, maşallah da yatmıram eləməm. Dururam səhər 6-da, baxıram bu mesajda dərhal. Mən bilsəydim, mən gedəcəm ora ümumiyyətlə. Başıma bir şey gəlir, ümumiyyətlə çıxmazdım mən o iş. Həqiqətən. Allah Hüseynin məşhurluğunu burada bilir. Hüseyin məşhur Hüseyin. And olsun Allah. Deyin, başqa yerlərdə olsun. İşlə məşğul oldu. And etsin ki, inanasınız ha. Amin gül. Amin. Allah arzusunda olanlara xeyirli, uğurlu ev nəsib eləsin. Layiq olana. Dünən idi də, orada Seyran müəllim idi lan. Danışan, layiq olana. Layiq olana qismət olsun inşallah. Xeyirli, uğurlu ev. Oxu da, nəyi oxuyum. Çox təşəkkür edim. Layiq olan qazansın. Bənli şirin. Mən Damlanı ümumiyyətlə heç bir verilişə çıxmadan Zahir müəllimcimin verilişinə də çıxmamışdım. Mən ilk dəfə veriliş olaraq Zahir müəllimcimin verilişinə çıxdım problemlərimlə bağlı. Mən Damlanı TikTok səhifəsini belə fırlayırdım. Çıxdı qabağıma. Gördüm ki, Damla uşağı deyir ki, mənə kompot ver. Və kompotu verərkən kompot idi, yoxsa sok idi, nə idi, belə bir şey idi. Onda gördüm ki, Damla uşağına necə xoş rəftar edir. Damla soğan çıxardırdı, canlı atırdı, soğanlıq, səhralıq kimi bir yer idi. Mənim çox xoşuma gəldi əsl ana, övladını atmayan bir ana, övladı üçün övladının hər şeyin yaxşısını etməyi bacarmaq istəyən bir ana, mübarizliyi mənim çox xoşuma gəldi. Bəzi ana adına layiq olmayanlardan pək vaxt Damla ana adına layiqdir. Mən Damlanı çox istəyirəm. Damlanı lap çoxdandan izləyirdim. Xoşuma gəlir Damlanın zəhmətli iş. Dürüst. Özü görmə ailəyim, özü görmə. Bugün başqa cürdülər, bu sabah başqa cürdülər. Boş şey. Düzanlı baş da. Boş ver. Biz müsəlman, düzələn deyil. Müsəlman deyirlər ki, kim tapda versin deyil müsəlmana. Müsəlmana deyirlər ki, xeyrin işinə görürsən, deyir ki, mərdim azarlıq eləməyi. Ki, necə günahları yuymaq istəyərsən, kimsən torbasını tikməyinə. Bildim, gəlsən canlı baş. Bu özü görmə. Bildimdə canlı baş izləyicilərimlə danış. Mən bir aldım.
Birazdan deyəndə saat onun yarısıdır ya Hüseyin. Birazdan uşaq Bir oynayacaq. azdan izləmədə qal. Hadi geçsin. Bura. Mən gedirəm. Balkona. Bura. Bir dənə qəşəng çay qoysun. Başla. Bir dənə qəşəng çay dəmləsən. Baş. Bir dənə qəşəng çay dəmləsən. Bir de Hüseyin için çay demleyir. Mən gözümdə Hə. elə yerdə qoyaram səni. Qoya bilməmsən hələ gözündə. Başa düşmədim. Sən yenə danışdıqca özünü yandırırsan. Yıxılmışdım Yıxılmışdım Yıxılarsan da baş. Duz fırla mən başımı, duz fırla. Get fırlayım. Get fırla. Yandır, yandır, alışkanla yandır.